Mirzə Ələkbər Sabirə aid edilən misraların əsl müəllifi Pərviz Sadiqdir. Son zamanlar sosial şəbəkələrdə geniş yayılan bir misra diqqət çəkir. İnsan simasında şeytanlar gördüm, şeytanın özünə torba toxuyur. Quranı oxuyan insanlar gördüm, Quran özü ona lənət oxuyur. Bu sözlər müxtəlif paylaşımlarda böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin adı və şəkli ilə təqdim olunur. Lakin təqdim olunan materiallara əsasən həmin misraların müəllifi Sabir yox, müasir şair Pərviz Sadiqdir. Pərviz Sadiqin öz paylaşımında bildirdiyinə görə bu şeir onun tərəfindən yazılıb. Şeirin Sabirin adına çıxarılmasının səbəbi isə onun üslubunun və ifadə tərzinin Sabirin satirik yaradıcılığını xatırlatmasıdır. Burada mühüm bir məqam var. Bir əsərin üslub baxımından hansısa klassik şairin yaradıcılığına bənzəməsi onun həmin şairə məxsus olması demək deyil. Əksinə, müasir müəllifin yaratdığı əsərin başqa bir şəxsin adına paylaşılması müəllifin əməyinin və yaradıcılığının kölgədə qalmasına səbəb ola bilər. Pərviz Sadiqin müəllifliyinin tanınması vacibdir. Müasir dövrdə sosial şəbəkələrdə bir şeir və ya aforizmin müəllifinin dəyişdirilməsi çox asan baş verir. Bir şəxs tərəfindən yazılan sözlər zaman keçdikcə başqa bir məşhur şairin adına paylaşılır və həmin yanlış məlumat minlərlə insan tərəfindən təkrar yayıla bilir. Bu baxımdan Pərviz Sadiqin müəllifi olduğunu bildirdi. Həmin misraların paylaşılması zamanı onun adının qeyd olunması ədalətli və düzgün yanaşmadır. Bu səbəbdən həmin şeir paylaşılarkən müəllif adı düzgün göstərilməli, Pərviz Sadiqin yaradıcılığına hörmət edilməli və əsərin başqa müəllifin adına çıxarılmasına yol verilməməlidir. Müəllifin adı əsərin ayrılmaz hissəsidir. Əsərə hörmət müəllifə hörmətdən başlayır.